Hər kəsin günü xeyirli olsun. Lənkərandan hər kəsi salamlayıram. Nəhayət ki, bu günləri səhifəmiz 120 min oldu. İzləyirsiniz, baxırsınız. YouTube'da da səhifəmiz hardasa 40 mindən çoxdur. YouTube'da da səhifəmizi izləyirsiniz. Bir müsahibə ilə bağlı danışmaq istəyirəm. Bu yaxınlarda bir vətən müharibəsində iştirak edən bir qardaşımızla həmsöhbət olduq. Onunla bağlı xəbər hazırladıq. 44 günlük vətən müharibəsində yəqin ki, həmin ərəfələrdə indi bu gördüyünüz video hər kəsin qarşısına çıxmışdı. Bu qardaş çox gözəl bir mahnı oxuyur. Mahnının ifasını biz Şəmstan Əli zamanından eşitmişdik, amma bu qardaşımız da vətən müharibəsi zamanı bunu ifa eləmişdi, yayılmışdı bu video. Amma kim tərəfindən oxunub, ifa olunub, onu bilmirdiniz. O qardaşla görüşdük, başqa bir mövzu ilə bağlı ondan xəbər hazırladıq. Onun 44 günlük vətən müharibəsində keçdiyi yolla bağlı, amma orada da xahiş etdik ki, bir daha həmin vətən müharibəsində zamanı ifa elədiyi mahnını bir də ifa eləsin. Mahnını paylaşıram, yazın, qardaşımız necə oxuyub. Adı Ruslandır, çox yaxşı qardaşlardan biridir. Onu buradan salamlayıram. İzləyin, baxın, abunə olun, rəylərinizi yazın, səs necədir, yəni ifa necədir, xoşunuza gəldi mi? Özünün də səhifəsi var, özü də TikTokda öz mahnıları, oxuduğu mahnıları paylaşır. Adı Ruslandır. Səhifəsini direktə yazacağım. Girib istəyən olsa girib izləsin. Lənkərandan bu qədər. Əziz qardaş, bir də o Cəbrayılda oxuduğun mahnını xatırlayaq da, olar? Olar, təbii ki, olar. Cəbhədən cəbhəyə atlayan fədakar ey həkim qardaşım, sarı köksündəki yaralı yaralı səngərdə silahdır sirdaşım. Sarı köksündəki yaralı yaralı səngərdə silahdır sirdaşım. Şəfa ver əlindən qəlbimə, gözlərim kədərdən dolmasın. Güllədən biçilmiş bir köynək ver mənə, analar saçını yolmasın. Güllədən biçilmiş bir köynək ver mənə, analar saçını yolmasın. Bu qədər. Sağ olun.